Salam. Bu veriliş Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Qlobal Media və Siyasət Araşdırmaları Mərkəzinin rəqəmsal məkanda milli kimlik, təxribatlara qarşı mübarizə layihəsi çərçivəsində hazırlanıb. Qonağımız millət vəkili Müşfiq Cəfərovdur. Müşfiq bəy, xoş gəlmisiniz. Çox sağ olun. Sosial şəbəkələrdə də kifayət qədər aktiv millət vəkillərimizdənsiniz. Eyni zamanda da sosial şəbəkələr və onların təsirləri barədə Milli Məclisdə də çıxışlarınızı mən görmüşəm. Ümumiyyətcə, hazırki dönəmdə sosial şəbəkələrin istifadəçilərə psixoloji baxımdan və manipulativ cəhətdən təsirləri nə dərəcədir? Hansı risklərlə üzləşilə bilir? İlk öncə onu vurğulayım ki, sosial şəbəkələrdə ümumiyyətlə insanların demək olar ki, həm yaşlı nəsil artıq daha öncə elə deyildi. Həm orta nəsil, həm də gənc nəsil xüsusilə yəni çox vaxtlarını keçirirlər sosial şəbəkələrdə və sosial şəbəkələr üzərindən təbii ki, bütün xəbərləri oradan alırlar. Orada deyək ki, hansısa bir mövzuya yer verilibsə, o mövzu ilə bağlı fikirlərini bildirirlər. Ancaq çox təəssüflər olsun ki, ümumiyyətlə sosial şəbəkələrdə yönətim biz hallarına çox tez-tez rast gəlirik və daha çox bunu belə deyək də trollar üzərindən biz görürük. Yəni fake profillərdən və təbii ki, insanlar da o kütləni görürlər və bir çox hallarda gənclərimiz, yəni o kütlənin arxasınca belə desək də gedirlər. Düşünürəm ki, burada artıq həm gənclik, həm orta nəsil, həm elə yaşlı nəsil bu məsələdə diqqətli olmalıdırlar. Yəni hər deyilən sözün arxasınca getmək olmaz. Çünki burada söhbət xüsusilə də o siyasi motivlərdən gedir. Bəzi hallarda kənardan müəyyən ölkələrin, müəyyən qüvvələrin, deyək ki, kimlərinsə əli ilə artıq belə deyək də bir yönətim bir işləri həyata keçirirlər və bu yönətimin də təbii ki, iştirakçıları bizim yerli vətəndaşlarımız olur, gənclərimiz olur. Bu təbii ki, çox təəssüf doğuran bir məqamdır. O baxımdan düşünürəm ki, istənilən bir xəbəri ilk növbədə mənbədən almaq lazımdır. Bilmək lazımdır ki, hansı saytlar fake saytlardır, hansı sosial şəbəkə qrupları fakedir. Yəni hər bir insan ümumiyyətlə özü üçün bir araşdırma aparmalıdır və harda nəyi izləməlidir, hansı qrupa qoşulmalıdır, hansı qrupa qoşulmamalıdır, hansı xəbər saytını oxumalıdır, hansı xəbər saytını oxumamalıdır. Bir çox hallarda elə yaşlı nəsildən də elə bizim valideynlər də biliyoruz deyir, belə bir xəbər var. Deyirəm, yox, elə bir xəbər yoxdur. Deyir, necə yəni yazıbdır da, belə bir sosial şəbəkədə oxurmuşuq. Yəni bu. Deyim, sosial şəbəkə elə bir yerdir ki, elə bir məkandır ki, orada hər şey yaza bilərlər. Ancaq o demək deyil ki, o xəbər düzdür. Yəni o xəbər belə deyək də onun bir altyapısı var, əsası var. Ona görə düşünürəm ki, hər bir kəs, hər bir gənc, qeyd etdiyim kimi, hər bir vətəndaş ilk öncə onu araşdırmalıdır ki, mən hansı mənbədən istifadə etməliyəm, mən hansı qrupda, sosial şəbəkədə qrupda olmalıyam, hansı qrupdan mən xəbər almalıyam, hansı qrupda fəallığımı göstərməliyəm. Yəni kifayət qədər yaxşı qruplarımız da var. Sosial şəbəkənin belə deyək də pozitiv yöndə iş aparan, inkişaf yönümlü, müxtəlif sahələrə əhatə edən istər təhsil, istər mədəniyyət, istər gənclər idman, humanitar bütün demək olar ki, məsələlərdə, yəni orada kifayət qədər sosial şəbəkədə elə qruplar var ki, yəni orada öz fikrini də çatdıra bilərsən, aidiyyəti üzrə quruma da, elə istər qrup şəklində də. Yəni bu baxımdan hesab edirəm ki, hər kəs bunun yaxşı bir araşdırmasını aparmalıdır öz üçün, müəyyənləşdirməlidir. Mən misal üçün hər xəbər saytına baxış etmirəm. Yəni çox linklər qarşımıza çıxır sosial şəbəkə üzərindən, ancaq heç də mən onun üzərində klikləyərək daxil olmuram o səhifəyə ki, görün bu nə xəbərdir belə. Əslində bu çox maraqlı məqam. Çünki var manipulyasiya, var kütləvi manipulyasiya və təəssüf ki, bu prosesdə sosial şəbəkələr eyni zamanda medianın rolu da danılmazdır. Sizcə bu məsələdə hansı addımlar atıla bilər? Məsəl üçün biz bir çox siyasi prosesləri də gördük ki, xarici mediada da olsun, yerli mediada olsun, bəzən belə neqativ hallara rast gəlinir. Xüsusən də xarici mediada təsir baxımından daha çox rast gəlinir. Bunların qarşısının alınması istiqamətində və ya da ki, insanların maariflənməsi baxımından hansı addımlar atıla bilər və ya da ki, atılır?
Təbii mən tərəfdarıyam ki, ümumiyyətlə bu sosial şəbəkələrə giriş şəxsiyyət vəsiqəsi ilə olsun. Yəni orada fake profillər olmasın. Çünki fake xüsusilə də biz görürük ki, o yöneticilər, o hansı ki neqativə kökləyənlər fake profil üzərindən bunu edirlər. Yəni heç də özlərini belə deyək də təqdim etmədən heç kəs onları tanımır. Ancaq orada o fikirləri yazırlar və o fikirlər təbii ki digər insanları da o fikrə yönəltmiş olurlar, diqqət çəkmiş olurlar və təbii bütün qeyd etdiyiniz kimi də manipulyasiya edirlər, yəni prosesi və təbii ki bu halda hətta bizim başqa yöndə fikri olan insanları da hansı ki bu fake profillər üzərindən yəni öz tərəflərinə çəkmiş olurlar. O baxımdan düşünürəm ki, burada pasport, şəxsiyyət vəsiqəsi ilə giriş sosial şəbəkədən istifadə üçün yaxşı olardı. Çünki belə olan halda artıq bu istənilən halda bu filtr olunur və yalnız şəxsiyyəti bilinən şəxslər sosial şəbəkədən belə deyək də artıq istifadə edirlər. Yəni tam belə deyək, hər bir kəs də rahat olur. Yəni əmin olur ki, bu adam artıq öz siması ilə, öz şəxsiyyəti ilə tanınan birisidir. Yəni sosial şəbəkədə olsa belə, yəni onu artıq tanımaq mümkündür. Yəni profilinə daxil olduqda görmək olur ki, bu kimdir, harda işləyir və bunun profili fake deyil. Çünki bu fake profillər əslində elə əsas demək olar ki, manipulyasiyanın səbəbkarıdırlar. Yəni bu yönetim düzgün etmirlər və gənclik də belədir ki, bir ağ vərəqdir də bizim gənclərimizin əksəriyyəti. O ağ vərəqi nə yazarsansa o da olar. Yəni onlara inkişaf yönümlü, düzgün bir yol göstərərsənsə o yolla gedərlər. Yox, başqa bir istiqamət verərsənsə təbii ki o yola düşərlər. Ona görə çalışmaq lazımdır ki, düşünürəm ki, bunun qanuni tərəflərində biz düşünək. Düzdür, sosial şəbəkə belə bir platformadır ki, bu tək Azərbaycandan daxil olunmur, bütün dünyadan ora istədiyin bir kommenti yaza bilərsən. Yəni o da anlaşılandır. Ancaq ən azından biz orada yazan əksər insanlar vətəndaşlarımızdır. Yəni Azərbaycanlılardır, soydaşlarımızdır. Yəni ən azından biz o yazışma prosesini hansı ki ingilis dilində getmir, yəni Azərbaycan dilində gedir və kütlə də təbii ki bu dili bilir, ana dilidir. Yəni ona görə düşünürəm ki, yəni bu tanınarsa rəsmi şəkildə bu çox yaxşı olar. Digər bir tərəfdən təbii ki biz nə etməliyik ki, burada bundan daha çox fayda götürək, nəinki zərər. Yəni o barədə təbii bizim düşünürəm ki, yenə də o hansı ki qruplar var, müxtəlif sahələri, müxtəlif deyək ki, klubları və yaxud da ki şəhərləri əhatə edir. O xəbərlər hesab edirəm ki, əsaslı olmalıdır. Orada paylaşılan hər bir məlumatın əsası, kökü olmalıdır və onun əsasında təbii ki, inam yaratmalıdır. İnam yaratdıqca təbii ki, o qruplar da o inamın əsasında artıq o, mən deyək ki, elə səhifələr var ki, mən həqiqətən də oradan burada söhbət tək Facebookdan, Instagramdan getmir. Məsələn, Telegramın özündə. Telegramda deyək ki, elə kanallar var ki, qoşulmuşam və mən oradan çox yaxşı məlumatlar alıram. Çox belə desək də və bilirəm ki, o məlumatlar, o xəbərlər o altyapısı olan bir xəbərlərdir və daha ətraflı bir, geniş bir məlumat verir. Düzdür, belə rəsmi bir qurumun səhifəsi deyil, yəni adi bir insandır, yaradıbdır onu, ancaq əsas odur ki, o mənbələrə istinad eləyir, düzgün məlumatlar çatdırır, daha ətraflı, daha çevik məlumatlar çatdırır. Ona görə mən hər zaman onun qrupunu da indi adını çəkmirəm. Qrup Telegramda o kanalı məsələn daim izləyirəm. Yəni əsas
bundan faydalanmaqdır. Fayda isə təbii ki, neqativlə yox, pozitivlə çalışmalıyıq ki, olsun. Bu bir. İkincisi, neqativdə kənar deyək ki, o düzgün xəbərlər olmalıdır, düzgün məlumatlar olmalıdır. Yəni səhv yöndə getməməliyik. Yəni səhv məlumatlarla özümüzü yükləməməliyik. Yəni özümüzü daha belə desək də, bugünkü şükürlər olsun ki, uğurlarımız bizim var. Yəni böyük bir məsələnin həllini Ali Baş Komandanın rəhbərliyi altında həll olunubdur. Əsgərlərimizin sayəsində təbii ki, şəhidlər vermişik. Allah şəhidlərimizə rəhmət eləsin. Yəni bu məsələlər bundan sonraki məsələlərimiz də böyük məsələlərdir. Təbii ki, bizim iqtisadi inkişafımızdır, təhsilimizdir, sosial məsələlərimizdir. Yəni bu yönümdə də təbii ki, təkliflərdən də çıxış etmək lazımdır. Yer gələndə fikirlər də bildirmək lazımdır. Ancaq təbii burada belə deyək də vətəndaş iştirakı da mütləqdir. Çünki vətəndaşdır bu işlərin faydasını görən. Yəni bu belə deyək də bu sahələrlə bağlı olan, yəni onun inkişafına xidmət, onun inkişafı və onun hər iki tərəfli şəkildə belə desək də inkişafına xidmət edən. Bu baxımdan düşünürəm ki, bu məsələlərdə təbii ki, fəallıq göstərmək lazımdır. Dezinformasiya və saxta xəbərlər də əslində çox aktual məsələlərdir. Çünki biz bunu yaxın tarixdə də, xüsusən də 44 günlük Vətən müharibəsi zamanında şahidi olduq ki, bir çox hallarda insanlara istər emosional baxımdan, istərsə də manipulyativ baxımdan təsir etmə gücünə malikdir. Son illərdə ölkəmizdə bu sahədə müxtəlif işlər görülür. Amma sizcə görülən işlərdən əlavə də nələr edilməlidir və ya da ümumiyyətlə görülən işlər mövcud vəziyyətdə qane edilmi, kifayətdirmi? Bəli, çox vacib bir məsələdir dezinformasiya. Yəni müəyyən hallarda o qeyd etdiyim kimi saxta xəbərlər, saxta profillər üzərindən paylaşılır və insanlar görəndə ki, onun altında bir yüzlərlə komment dayanır, bəyənmə dayanır. Təbii ki, ona inanırlar. Və saxta xəbəri daha da paylaşırlar. Daha çox belə desək də insanlar tərəfindən bu paylaşılır və artıq hətta saxta olsa belə real bir xəbərə oxşuyur. Bəli. Ancaq sonda məlum olur ki, bu saxta xəbərdir. Yəni bunun heç bir əsası yoxdur. O səbəbdən də mən vurğuladım ki, yəni mənbələri araşdırmaq lazımdır. Yəni hər mənbəyə biz istinad edə bilmərik, inana bilmərik. Yəni o kommentlər, o bəyənmələrin o sayının çox olması və yaxud da ki, orada ola bilər dostlarınızın da öz fikrini bölüşməsi. Yəni o demək deyil ki, o xəbər düzgün xəbərdir. Yəni artıq sizin dostunuz da və yaxud da ola bilər rəsmi bir adam da onun haqqında fikir bildirib. Ancaq o da rəsmi və ya qeyri-rəsmi bir insan olmağı, yəni o şərt deyil. Yəni burada ən önəmli məsələ o xəbəri araşdırmaqdır. Xəbəri deyək ki, müəyyən agentliklərimiz var, Azərtaçdır, Trenddir, yəni APA-dır. Yəni bu agentliklər əgər baxırsan ki, bunu paylaşıbsa, yəni bu xəbərin belə desək də mənbəsi deyək ki, Azərtaçdır. Hə, demək ki, bu saxta bir xəbər deyil. Yəni mütləq şəkildə yoxlamaq lazımdır. İstənilən bir bəyənməni etməmişdən öncə, komment verməmişdən öncə, xüsusilə də paylaşmaqdan öncə o xəbəri, yəni çünki sizin profilin üzərindən o baş verir. Yəni bu günləri biz bəyənməyə bəlkə də sadə baxırıq ki, bəyəndim, nə var ki burada? Ancaq bəyənmə o deməkdir ki, yəni mən bu xəbəri, yəni xəbərə inanaraq mən bunu belə deyək də edirəm. Yəni bəyənirəm və ancaq bunun arxa yapısı, alt yapısı yoxdur, yəni bu xəbərin belə desək də. Və ya da bölüşürsənsə bunu dostlar arasında öz profil üzərindən, bu daha ciddi bir sənin üçün bir fəsad verə bilər. Saxta bir xəbəri sən öz profilin üzərindən paylaşırsan. Ona görə istənilən halda istər bəyənmə, istər komment vermək, istər paylaşım, yəni bunları etməzdən öncə xəbəri mütləq şəkildə mən dediyim kimi agentliklər üzərindən bir yoxlamaq lazımdır.
Yəni onun altyapısını görmək lazımdır. Çox maraqlıdır ki, bəzi xəbərlər açıq şəkildə qəzəb, nifrət və insanların emosional şəkildə belə aktivləşməsinə gətirib çıxarır. Bu da öz növbəsində istər müxtəlif cəmiyyətlərdə, ölkələrdə olsun, daxili sabitliyin pozulmasına da hesablanmış konkret addımlar olur. Siz necə görürsünüz, bu tipli məzmunlu xəbərlər və yaxud da paylaşımların insanlar üzərindəki təsiri nə qədər çoxdur və effektiv olur? Təbii ki, bu cür xəbərlər məqsədlidir. Yəni bunu çox böyük ehtimal ki, maliyyələşdirən hətta qurumlar var, insanlar var. Bəli. Yəni ölkələr var. Yəni o məqsəd də təbii sabitliyi pozmaqdır, insanları yönətməkdir və bu çox sadə bir üslubla aparılır sosial şəbəkələr üzərindən. Yəni rahat şəkildə belə desək də artıq elə bir başlıq qoyurlar ki, elə bir şəkil deyək ki, əlavə edirlər ki, artıq o şəkil, o başlıq insanları o yazıya cəlb edir və insanlar başlayır öz fikirlərini bildirməyə. Təbii indi bu cür məqamlarda təbii insanlarımız ehtiyatlı olmalıdır. Yəni çünki hər deyilən sözə, hər belə desək də o xəbərin arxasınca getmək olmaz. Yəni burada o hətta çoxlu hallar olub ki, bununla bağlı problem yaşayıblar o insanlar. Yəni sıradan bizim vətəndaşlarımızdır, ancaq o cür fake profillər üzərindən paylaşılan xəbərlərə öz fikirlərini bildiriblər və yönətim təbii ki, səhv olubdur. Bu da onun belə desək də qurbanına çevrilibdir. Yəni ona görə o qurbana çevrilməmək üçün qeyd etdiyim bayaqda ki, o like deyirik, bəyənmə. O bəyənmənin özü çox vacib bir məsələdir. Yəni hər hansısa bir deyək ki, o profili, fake bir profili bəyənirsənsə, o yazını bəyənirsənsə, sən 100 ölçüb bir biçməlisən ki, bu yazı mənim karyerama, mənim gələcəyimə, mənə belə deyək də, yəni hansı bir şəkildə təsir edə bilər. Çünki dünyada çoxlu sayda, yəni bizi istəməyən insanlar var, qruplaşmalar var. Yəni təbii bugünkü bizim inkişafımız, stabilliyimiz bəlkə də mən deyərdim bəzilər bir çox adamları, bir çox bəlkə də ölkələri narahat edir. Yəni istəyirlər ki, burada da hansısa bir çaxnaşmalar olsun, problemlər olsun, yəni bu şəkildə bir vəziyyət olsun. Ancaq şükürlər olsun ki, buna dövlət imkan vermir. Yəni dövlət başçımız da ən yüksək səviyyədə diplomatiyanı həyata keçirir, balanslı şəkildə. Yəni demək olar ki, bizim böyük dövlətlərlə belə çox yaxşı əlaqələrimiz var. İstər bu gün düzdür, müəyyən neqativ hallar baş verdi, ancaq Rusiya ilə belə indi çalışırıq ki, bu münasibətləri stabil saxlayaq. Amerika ilə çox yaxşı artıq əlaqələrimiz qurulubdur. Çinlə çox yaxşı artıq əlaqələr qurulub, hətta vizasız rejimə keçmişik. Yəni kiçik bir ölkə üçün bu cür ölkələrlə belə bir balanslı siyasət aparmaq, qurmaq bu asan iş deyil. Yəni bu təbii böyük bir zəhmət, ağıl, yəni ki, zaman tələb edir. Buna sadəcə olaraq bu bir iş idi, baş verməli idi. Yəni bu elə deyil. Yəni burada qeyd etdiyim kimi Ali Baş Komandanımızın, prezidentimizin ciddi bir diplomatiyası durur bunun arxasında. Ona görə biz də ona dəstək olmalıyıq. Yəni ölkəmizi, dövlətimizi qorumalıyıq. Təbii ki, inkişaf yolunu seçməliyik. Çünki bizim yolumuz güclənməkdən gedir. Yəni biz vətəndaş olaraq iqtisadiyyatımız, istər sosial məsələlərimiz, hərbimiz, müdafiəmiz, yəni bunlar hamısı öz yerini ən yüksək səviyyədə tapmalıdır ki,
dövlət hər zaman dövlətçiliyini qorusun, saxlasın. Əslində çox maraqlı məqama toxundunuz. Yəni dövlətlərin inkişafı güclü olması istənilən halda rəqabətdə olan dövlətlərin də əks həmlələr etməsinə gətirib çıxarır. Elə həm sosial şəbəkələr üzərindən olsun, istər sosial media üzərindən olsun, biz bunların şahidi də oluruq. Məsələ ondan ibarətdir ki, biz indi qeyd etdik həm sosial mediadakı fəaliyyətlərdən, həm sosial şəbəkələrdəki dezinformasiya kampaniyaları, amma bu kampaniyaların mərkəzində həm də konkret bir şəxslər dayanır ki, biz bunlara trollar və yaxud da ki, fake hesablar deyirik. Bunlar da əslində bu prosesin arxa iştirakçıları və konkret təlimatları icra edənlər. Bunların fəaliyyətləri ilə bağlı nə deyə bilərsiniz və elə çox uzağa getməyək, 44 günlük Vətən müharibəsi zamanında biz bir çox hallarda bunun şahidi olduq. Müəyyən konkret siyasi situasiyalarda bunun şahidi olduq və bu gün də əslində baxdıqda görə bilərik ki, sosial şəbəkələrdə məqsədyönlü şəkildə troll qrupları dezinformasiya yayırlar və daxili sabitliyin pozulması istiqamətində addım atmağa çalışırlar. Bəli, bu hər zaman olub. Xüsusilə də müharibə müddətində təbii ki, biz həm də informasiya müharibəsi apardıq. Çünki sosial şəbəkələrdə baskıları görürdük. Yəni burada tək bu düşmən tərəfin baskıları deyildi. Yəni burada ciddi bir Qərbin baskısı da var idi. Yəni Rusiyanın da baskısı var idi. Yəni belə deyək də bizim üzərimizə gələn ölkələr çox idi. Çünki burada artıq biz güc göstərdik. Həm hərbi gücümüzü göstərdik ki, biz artıq Azərbaycan deyilik. Bizim artıq bu 30 il ərzində biz təbii ki, öz hərbimizi, öz əsgərimizi artıq elə bir səviyyəyə gətirib çatdırmışıq ki, xalqın təbii birliyi, çünki xalq bir yumruq kimi bu işin arxasındaydı. Bu zamanla təbii ki, çox qısa bir zamanda biz bu istədiyimiz nəticəni əldə etmiş olduq və eyni zamanda təbii ki, informasiya müharibəsi gedirdi. Mən deyərdim, iki cəbhəli bir müharibə idi. Bəli. Yəni həm ön cəbhədə, həm də elə arxa cəbhədə. Təbii burada da bizim gənclərimiz çox fəallıq göstərirdilər. Yəni bu işlərdə bütün demək olar ki, forumlarda, qruplarda, o yazışmalarda əsaslı faktlarla danışırdılar. Və biz də o cür neqativə köklənmiş o trolları, deyək ki, hansı ki, fake profillərlə daxil olan yazışmaları biz görürdük. Yəni açıq şəkildə belə deyək də bunu etmirdilər. Yəni bunu belə desək daha çox qapalı. Qapalı dediyimiz yəni ki, özlərini gizlədərək. Ancaq burada ciddi bir kütlə var idi. Yəni bu gün də bu var. Bu gün də təbii ki, bizi istəməyən yenə də insanlar da var, ölkələr də var. Yəni bu belə deyək də bunun qarşısını almaq biraz çətindir. Sadəcə olaraq düşünürəm ki, burada vətəndaş fəallığı olmalıdır, vətəndaş ayıq-sayıq olmalıdır. Vətəndaşlarımız sizdə bu prosesdə fəaldırlarmı? Təbii ki, fəallıq var. Yəni artıq 10 il bundan əvvəlki vətəndaş deyil. Artıq sosial şəbəkənin də nə olduğunu anlayırlar. Nə cür istifadə etmək lazımdırsa, onu da artıq anlamağa çalışırlar. Və artıq hüquq mühafizə orqanlarımız da kifayət qədər bu işdə zamanla deyək ki, artıq müəyyən bir təcrübə toplamışdılar. Xüsusilə bu kiber təhlükəsizlik məsələsində onların da maarifləndirilməsi, ümumiyyətlə vətəndaşların maarifləndirilməsi hesab edirəm ki, bu da bir müəyyən nəticələr verir, hazırda verməkdədir. Ona görə bugün belə deyək də, düzdür, zamanımızın da çox saatı deyək ki, o şəbəkələrdə keçir. Çünki istər xəbərləri oradan alırıq, televiziyadan çox, daha çox sosial şəbəkələrə baxırıq. Əslində medianın özü də bugün sosial şəbəkələrə dostlarımızla ünsiyyətimizi orada qururuq. Müəyyən deyək ki, fikirlərimizi orada bildiririk. Artıq demək olar ki, əhalinin çox hissəsi bugün vaxtını sosial şəbəkədə, internetdə keçirir. Ona görə təbii biz bu məsələdə bir vətəndaş olaraq ayıq-sayıq olmalıyıq. Yəni
belə deyək, qurbana çevrilməməliyik də, o müəyyən qüvvələrin qurbanına çevrilməməliyik. Yəni özümüzü ilk növbədə qorumalıyıq, dövlətimizi qorumalıyıq və düşünməliyik ki, təbii biz bir fəal vətəndaşıq, biz istəyirik ki, ölkəmiz ən üst səviyyədə inkişaf etsin. Bunun üçün də təbii hər birimiz əmrək olmalıyıq. Çünki hər birimizin bir sahəsi var, işlədiyimiz bir iş var, deyək ki, aldığımız bir təhsil var. Yəni onun üzərindən də təbii öz töhfəmizi verməliyik. Yəni sadəcə olaraq nəyisə pis deməklə və yaxud da ki, pisləməklə, yəni onu düzəltmək olmur. Yəni hər hansısa bir neqativ varsa, təbii ki, o neqativlə bağlı öz təkliflərini verməlisən, öz fikirlərini, öz təşəbbüsünü irəli sürməlisən. Aidiyyəti qurumla əlaqə saxlamalısan, aidiyyəti qurumla görüşməlisən. Yəni bu şəkildə hansısa məsələlərə bir töhfə vermiş olarsan. Yoxsa mən hansısa bir troll qrupuna qoşulum, belə desək də, o fake profili olan insanlara qoşulum, insan deyək. Yəni bu cür nəyəsə nail olmaq mən düşünmürəm ki, olsun. Daha spesifik bir məsələyə toxunmaq istəyirdim. Seçki prosesində də sosial medianın rolu olduqca mühümdür. Hətta bəzi ölkələrdə həyati əhəmiyyət kəsb edir. Siz nə düşünürsünüz? Seçki prosesləri zamanı sosial mediadan müraciət, istifadə və ya da informasiyanın alınması, eyni zamanda yenə seçki prosesində manipulyativ xəbərlərin verilməsi ilə bağlı tendensiya hazırda necədir və siz seçki prosesində bunu nə dərəcədə hiss etdiniz? Seçki prosesi belə desək də müəyyən bir zaman içərisində həyata keçirilir. Təbii ki, hər bir namizəd öz təbii partiyadan irəli sürülmüş namizədlər, onlar partiya olaraq öz fikirlərini orada çatdırırlar, istərlər öz profillərində, sosial şəbəkə səhifələrində, istər xəbər saytlarında. Digər deyək ki, bir tərəf olan namizədlər təbii ki, öz fikirlərini yenə də sosial şəbəkə üzərindən çatdırırlar. Ancaq burada daha çox belə desək də, mən deyərdim ki, sosial şəbəkənin imkanlarından seçki zamanı namizədlər tam olaraq faydalana bilmir hələ də. Düşünürəm ki, daha çox faydalanmaq olar. Çünki sosial şəbəkə üzərindən seçicilərlə ünsiyyət qurmaq, onlara çatmaq, yəni onların belə desək də əlçatanlı olmaq daha rahatdır. Çünki bunu biz qərb təcrübəsində görürük ki, sosial şəbəkələrdə deyək ki, qərbdə keçirilən seçkilər zamanı namizədlər sosial şəbəkələr üzərindən çox ciddi kampaniyalar keçirirlər. Əslində çox maraqlı olur. Düşünürəm ki, bizim namizədlər də, yəni xüsusilə də deyək ki, Milli Məclis seçkilərində, o cümlədən elə bələdiyyə seçkilərində də, yəni bu cür o kampaniya deyirlər də, bu kampaniyalardan hansı ki, sosial şəbəkə üzərindən faydalana bilərlər. Daha çox belə deyək də özlərini PR etmiş olarlar. Daha çox səs qazanmış olarlar. Çünki insan belə deyək də bir zala girərsə, o zalda ən maksimum deyək 100-150 nəfərlə görüşmə imkanı olar. Bir fikir mübadiləsi aparmış olar. Ancaq sosial şəbəkə elə bir platformadır ki, orada deyək ki, ərazini belə seçə bilərsən paylaşım etdikdə. O ərazi üzrə hər kəs səni görə bilər. Yəni öz telefonunda görə bilər və sənin orada açıq fikirlərini görə bilər, mesajlarını görə bilər və bu təbii ki, sənin artıq platforman üçün hesab edirəm ki, faydalı ola bilər. Çünki insanlar baxır, görür, düşünür və təbii ki, sən onları inandırmalısan ki, onlar gəlib sənə səs versin, məhz sənə səs versinlər. Düşünürəm ki, bu cür belə deyək də, o kampaniyalara önəm verə bilər bizim namizədlər. Ancaq
İndi gələcək yəqin ki, onu göstərər. Mən diqqət etdim, mənim sosial şəbəkədə, həm də sosial mediada olduqca aktiv bir insansınız. Ümumiyyətlə bu aktivliyin insanlar arasında sizlə bağlı müsbət və ya da mənfi təsirləri olduğunu hiss edirsinizmi? Çünki istənilən halda aktivliyin bir də əks tərəfi də var. Yəni fikirlər qəbul oluna da bilir, olmaya da bilir. Bu haqqda görüşləriniz maraqlıdır. Mən ümumiyyətlə hər zaman çalışıram, nə çox aktiv görsənəm, nə də çox pasiv görsənəm. Çünki ən yaxşı yol elə orta yoldur. Bəli. Təbii indi onu da nizamlamaq olmur tam olaraq. İndi elə hallar olur ki, sən tədbirlərdə olursan, çıxışlar edirsən, vətəndaşlarla görüşürsən, mütləq şəkildə düşünürəm ki, paylaşmalısan. Bir hesabatlıqdır da bu da, həm də ki, vətəndaşlar görsün ki, yəni onların seçdiyi deputat hansı fəaliyyətlə məşğuldur. Yəni sosial şəbəkənin üstün tərəfi odur ki, biz öz fəaliyyətimizi orada paylaşırıq və cəmiyyətə təqdim edirik. Yəni gələcəkdə də hansısa bir vətəndaş deyək ki, maraqlı olduqda həmən namizədin deyək ki, portfolyosuyla daxil ola bilir, görə bilir, izləyə bilir, yəni prosesi görə bilir təbii ki. Və təbii tanınmış olursan artıq, tanınırsan. Çünki sosial şəbəkədə tez-tez insanların qarşısına çıxırsan, müəyyən deyək xəbər saytlarında qarşısına çıxırsan və hər kəs artıq sənin yazılarını oxuyur, fikirlərini dinləyir və təbii ki, artıq tanınmağa başlayırsan. Yəni müsbət tərəfi budur ki, insanlar tanıyır. Mənfi tərəfi açığı deyim ki, mənfi tərəfi belə deyək də biraz elə olur ki, təbii müəyyən məsələlərdə hətta mənə olubdur ki, təklif edirlər ki, bu mövzuda deyək də mən hər mövzuda deyək ki, danışmıram və danışmağa üstünlük də vermirəm. Çünki insan hər şeyi bilə bilməz, bu mümkün deyil. Təbii. Yəni elə sahə var ki, bildiyin sahədir və onunla bağlı danışmaq, fikir bildirmək rahatdır. Yəni bir ümumi sahələr var, təbii ki, onlar haqqında da fikir bildirmək rahatdır. Ancaq hər sahədə təbii ki, mən ona düzgün baxmıram ki, gedib bir fikir bildirəsən, danışasan. Yəni məqsəd bəzi hallarda olur da insanlar var ki, danışmaq istəyir ki, tanınsın. Yəni ancaq danışmaq da onun da bir müəyyən bir belə deyək, çərçivəsi olmalıdır. Yəni bildiyin şeydən danışmalısan, yəni bilmədiyin şeydən danışmaq daha da insanı hörmətdən sala bilər. Yəni o baxımdan da ehtiyatlı olmalısan. Müşfiq bəy, amma bir məsələ də var ki, heç də bütün millət vəkilləri və yaxud da ki, rəsmilər sosial mediada o qədər də aktiv deyillər. Hətta yaymağa çalışanlar da kifayət qədər çoxdur. Sizcə bu hallar nə ilə əlaqədardır? Yəni ictimai bir şəxsin mediadan, sosial mediadan kənarda qalması doğrudurmu? Və yaxud da ki, belə deyək, hansı neqativ hallara görə sosial mediaya qapalı olur insanlar? Bəli, əslində belə desək də o insana bağlı bir məsələdir. İndi var biz nəsil orta nəsil artıq. Daha əvvəl gənc nəsil hesab edirdik özümüzü. Da indi yaşımız 45-ə çatıb. Var yaşlı nəsil, təbii. Yaşlı nəsil onlar biraz tam fərqli düşünürlər. Çünki onlar həm də Sovetlər dönəmini görüblər. İndi düzdür, biz də Sovet. Mən Sovetlər dönəmi dağılanda artıq mən 2-ci sinifə keçid alırdım. Yəni çox da görə bilmədik biz o dönəmi. Ancaq yaşlı nəsil təbii tam artıq yaşayıb o dönəmi. Ona görə bəlkə də onlarda o Sovetlərin də belə desək də o alt qapısı var da ki, hər yerdə görsənməmək, hər şeydən danışmamaq. Yəni bəlkə də onları belə desək də bu çəkindirən tərəflər var. Ancaq təbii ki, bu insana bağlı olan bir şeydir. Mən elə yaşlı insanlar da tanıyıram ki, elə bizim həmkarlarımızın içərisində də çoxlu sayda bizim yaşlı həmkarlarımız var. Yaşca məndən qat-qat böyük yəni insanlardır və sosial şəbəkədə də kifayət qədər fəaldılar. Yəni fikirlərini də hər zaman mətbuata da açıqdılar. Yəni fikirlərini bildirirlər. Yəni bu mən düşünürəm ki, insana bağlı olan bir şeydir. İnsan əgər media ilə heç bir narahatçılığı yoxdursa, yəni fikirlərini çatdıra bilirsə,
bölüşə bilirsə, yəni açıq şəkildə gəlir, bölüşür, danışır. Amma burada medianın sanki savadlılığın da önəmli bir təsiri var. Son illərdə xüsusən media savadlılığı baxımından müxtəlif tədbirlər keçirirlər, vasitələr olur. Sizcə köhnə nəsil jurnalistlər və yeni nəsil jurnalistlər və ümumiyyətcə mediadakı bu yeniləşmə hansı tərzdədir? Mənfi yöndədir yoxsa müsbət yöndə gedir? Düşünürəm ki, mediada da bir ixtisaslaşma getməlidir. Yəni bu çox önəmlidir. Ümumiyyətlə bu günləri jurnalistlər demək olar ki, hər sahədən sanki bilgilidirlər. Yəni sadəcə olaraq sual verirlər və ancaq sualın arxasında nələr olmalıdır? Yəni o özünün bir bilgisi olmalıdır o verdiyi sualla bağlı. Yəni bilgisi yoxdursa, yəni o sahəni bilmirsə, düşünürəm ki, ümumiyyətlə o mətbuat jurnalist deyək ki, o sualı verməlidir və o sualla bağlı və ya da müzakirə aparmalıdır. Yəni ixtisaslaşma getsə, düşünürəm daha yaxşı olar. O misal üçün deyək ki, biz müharibə zamanında gördük ki, bizim hərbi jurnalistlərimiz yoxdur. Yəni açıqda deyim ki, yoxdur. Yəni bu gün də düşünmürəm ki, onlar yaranırmı? İnanmıram. Yəni əslində var da, ola bilər ki, dünya standartlarındakı söhbət dünya standartlarından. Yəni əgər biz bu günləri biz bu gün artıq istəyirik ki, bütün sahələrimizi o standartlara çatdıraq da. Yəni istər jurnalistika, istər digər sahələrimiz, yəni və nəsə nailiyyətlər əldə edək. Yəni ki, indi qardaş ölkədə misal üçün Türkiyədə biz onların da jurnalistləri ilə müharibə zamanında Azərbaycanda idilər. Bir neçə kanalın jurnalisti. Biz onların həqiqətən də hərbi jurnalist olduğunu görürdük. Yəni peşəkar bir şəkildə iş aparırdılar. Yəni hətta hadisə baş verəndə ilk misal üçün o məkanda olan mən Gəncədə gördüm. Misal üçün jurnalist xanım var idi, Fülya. Bəli. Fülya Öztürk. Bəli, Öztürk. Yəni o xanım misal üçün hadisə ilk demək fövqəladə hallar hələ gəlib çatmamışdı məkana. Raket düşən yerə. Xanım artıq oradan çəkilişlər edirdi canlı. Və təbii onlara xüsusi təlimlər keçirilir. Onlar təbii artıq hərbi jurnalist kimi bu gün də biz görürük də Fülya misal üçün İsrail, Amerika, İran müharibəsi baş verəndə oradan çəkilişlər edirdi. Yəni bizim də elə bir düşünürəm, tək söhbət hərbidən getmir. Yəni müxtəlif sahələrdən gedir. Yəni ki, məncə ixtisaslaşsa jurnalistikamız daha yaxşı olar, daha belə desək də, həm də bizim üçün də, ümumiyyətlə ictimai siyasi xadimlər üçün də, elə istər hökumətdə işləyən bizim məmurlar üçün də təbii ki, artıq o jurnalistlərlə ünsiyyət qurmaq, o jurnalistlər bir-birlərini başa düşmək daha rahat olar. Aktual məsələlərimizdən biri də süni intellektdir və artıq həyatımızın bir parçasına çevrilibdir. İlk öncə bunu deyim, süni intellekt sizi narahat mı edir, yoxsa sizcə müsbət bir texnologiyadır? Süni intellekt düzdür, narahat verici tərəfi odur ki, artıq bəzi sahələr sıradan çıxır. Yəni artıq insan resurslarına, insanlara çox da tələbat olmur müəyyən sahələrdə. Hətta mən izləyirəm, Amerika kimi ölkədə Google, deyək ki, Apple, bunlar kütləvi ixtisarlara başlayıblar və bunu IT sahəsindən başlayıblar. Hətta IT sahəsinin mütəxəssisləri bilsəydilər ki, bu belə bir fəsadlara gətirib çıxaracaq, yəni bunu etməzdilər bəlkə də zamanında. Amma belə bir məsələ də var, bəzi ölkələrdə süni intellekt nazir, hətta deputatlar belə var. Bəli, yəni artıq bir çox, mən deyirəm ki, artıq buna doğru gedirik və bu da təbii ki, ixtisarlara gətirib çıxarır, insan əməyinə, insan artıq belə deyək də ehtiyac qalmır ki, köməkçi saxlayasan. Artıq köməkçi, bir çox iş adamları, nə bilim, elə istər məmurlar, artıq köməkçiyə belə deyək də elə zərurət qalmır. ChatGPT ilə və ya da digər deyək ki, proqramlar var, hansı ki, onlar köməkçi funksiyasını həyata keçirirlər. Tək köməkçi funksiyasından getmir söhbət, bütün sahələrdə artıq bu proses gedir. Yaxşı tərəfi də odur ki, təbii ki, əl çatandır. Yəni hər an, hər hansısa bir sualın olursa,
bir söhbət etmək istəyirsənsə, nəsə məlumat əldə etmək istəyirsənsə, rahat şəkildə bunu edirsən. Amma, süni intellektdən istifadə edərək kütləvi şəkildə həm sosial şəbəkə, həm sosial mediada manipulyasiya cəhdləri də olur. Bəzən heç deyilməyən sözlər, süni intellektlə hazırlanmış videolar, hətta şəxsin görüntüsü, səsi birbaşa özündən belə daha real şəkildə təqlid edilərək deyilir. Hətta bir çox rəsmilər belə bu məsələdən olduqca ehtiyat etməyə başlayıblar. Bu istənilən halda bu texnologiyanın mənfi tərəfləridir və elə əsas bizim mövzumuz olan manipulyasiya, kütləvi manipulyasiya məsələsində də xüsusi rol oynayırlar və son dönəmlərdə istifadə olunan bir şeydir. Bu narahatlıqları aradan qaldırmaq üçün nələr edilə bilər? İnsanlar hansı belə deyək, maarifləndirici funksiyaları yerinə yetirə bilər? Düşünmürəm ki, burada maarifləndirmə nəsə bir rol oynasın. Burada artıq bununla bağlı dövlətlər artıq təhlükəsizlik məsələlərini önə çıxartmalıdırlar. Yəni bundan necə qorunaq? Yəni bunu necə ayıraq? Yəni ki, bu şəkildə bir yana təbii ki, artıq bəzi dövlətlər bunu edir. Çünki bu gün hətta mahnı belə belə deyək də süni intellektlə oxuna bilir, yazıla bilir, filmlər belə çəkilir. Artıq süni intellekt istənilən bir obrazı canlandırır süni intellekt. Yəni istənilən bir şəxsdə canlandıra bilir, onun söhbətlərini də canlandıra bilir. Yəni məncə artıq maarifləndirmədən çox burada dövlət öz belə deyək, həm vətəndaşlarının, həm özünün təhlükəsizlik məsələsini düşünməlidir. Yəni bəzi ölkələr artıq prosesə başlayıblar. Yəni təbii ki, bu mən düşünürəm ki, artıq qaçılmazdır. Yəni bütün ölkələri bu əhatə etməlidir bu təhlükəsizlik məsələsi. Xatırlayırsınızsa, cənab prezident bununla bağlı müvafiq tapşırığı olmuşdu. Dövlət qurumlarında süni intellektdən istifadə, hətta bəzi nazirliklərdə süni intellekt üzrə köməkçilərin tərtib edilməsi ilə bağlı da tapşırıq olmuşdu. Sizcə bunun effektivliyi necə olacaqdır? Yəni belə deyək, dövlət qurumlarında süni intellektin tətbiqi, istifadəsi təhlükəsizlik baxımından və bu texnologiyanın öyrənilməsi baxımından nə dərəcədə effektiv olacaqdır? Bəli, təhlükəsizlik baxımından dediniz, yəni çox önəmli məsələdir. Yəni bu günləri artıq biz hansısa ölkəyə bunu həvalə edə bilmərik. Bizim artıq özümüzün süni intellektimiz olmalıdır. Yerli kadrlarımız olmalıdır. Yerli baza olmalıdır, yerli baza yığılmalıdır. Elə MyGov misal üçün deyək ki, hansı ki, cənab prezidentin elə sonuncu bu istiqamətdə olan tapşırıqlarından biri də o idi ki, bütün platformalar, dövlət qurumları hamısı MyGov altında birləşsin. Yəni bu təbii ki, o təhlükəsizlik məsələsini önə verir cənab prezident ki, yəni burada biz bütün bu məlumatların təhlükəsizliyini təmin etməliyik, qorumalıyıq. O baxımdan düşünürəm ki, yəni dövlət üçün ən vacib məsələ bu gün bu süni intellektin tətbiqində dövlətin məxfi məlumatlarını, vətəndaşların məxfi məlumatlarını qorunmasıdır. Onların təhlükəsizliyidir. Yəni buna hesab edirəm ki, biz ciddi bir önəm verməliyik, diqqət ayırmalıyıq. Təbii vətəndaşlar da ayıq-sayıq olmalıdırlar. Vətəndaş da hər belə desək də öz o fikirlərini istənilən bir istər ChatGPT olsun, istər digər platformalar olsun, bölüşməməlidir. Hər məlumatları bölüşmək olmaz. Çünki məlumatlar orada toplanır, yığılır və sabahları bilmirsən necə olacaq, yəni necə istifadə olunacaq. Bir də bunun hüquqi mexanizmləri də yoxdur hazırda. Təbii, yəni o baxımdan düşünürəm ki, həm vətəndaş, həm dövlət bu məsələlərdə biraz ayıq-sayıq olmalıdır, yəni diqqətli olmalıdır. Müşfiq bəy, çox sağ olun. Həm dəvətimizi qəbul etdiyiniz üçün, həm də bu maraqlı müzakirə üçün təşəkkür edirəm. Çox sağ olun. Qeyd edək ki, bu veriliş Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Qlobal Media və Siyasət Araşdırmaları Mərkəzinin rəqəmsal məkanda milli kimlik, təxribatlara qarşı mübarizə layihəsi çərçivəsində hazırlanıb.